Deyirəm ki, çox qəribə bir zəmanəyə gəlib çıxmışıq və qulaq hər gün bir söz eşitməsə kar olarmış. Çox qəribədir ki, mənə qızım, bacım, dostum, ürəyim deyən insanlar, üzümə gülüb sən çox yaxşı qızsan deyən insanlar dalımca nələr danışırlarmış. Ay Aysun paxıldı, Aysun qısqancdı, yaxın deyilik biz, nə bilim, belə qəribə oluram mən, neçə üzünüz var. Mən sadəcə olaraq o həyasızlığı bacarıb ağız-ağıza verib dava qırğına gedən insan deyirəm də. Buradan deyirəm, yəqin ki öz içinizdə bilirsiniz söhbət kimdən gedir. Bax bu şeylərə görə uzaqlaşmışam sizdən. Siz elə bilirsiniz ki siz orada burada danışırsınız, gəlib mənim qulağıma çatmır. Mənim şəxsi həyatımı ortaya qoyub danışırsınız. Hansısa problemimi ortaya qoyub danışırsınız. Hansı ki bunu sizdən başqa heç kim bilmir.